San Diego Zooparkında alala qarğaları ilə eksperiment aparan alimlər kötüyün içində onların ürəkləri ilə uzana bilməyəcəkləri qədər dərin yarıq və dəliklərin içinə yemək parçaları qoyublar. Amma quşlar qısa bir zaman içərisində kiçik çubuqlardan istifadə edərək bu yeməyi oradan çıxarmağın yolunu tapıblar. Buna əlavə onlar daha geniş yayılmış xüsusiyyət sərgiləyiblər, digərlərindən faydalanırlar. Cornell Universitetinin ornitoloqu Kevin McGowan deyir ki, bu çox vacib bir kəşfdir. Bu bizim alətlərdən istifadə fikrini nəzər yetirmək yollarını yenidən düşünməyə və daha öncə nəzərdən qaçırdığımız şeyləri aşkar etməyə vadar edir, deyə bildirir. Alalalar Yeni Kaledoniya qarğalarından sonra eksperiment yolu ilə alətlərdən istifadə bacarığına malik olduğu bilinən ikinci qarğa növüdür. Dünyada sadəcə 109 alala qarğası mövcuddur və onların hamısı qapalı məkanda yaşayır. Çünki alimlər onları yenidən vəhşi təbiətə buraxmaq üçün yetişdirməyə çalışırlar. Alimlər düşünür ki, alətlərdən istifadə bacarıqlarının inkişafı onların yaşadıkları uzaq sakit okean adalarındakı xüsusi ekoloji şəraitdən bəslənir. Vaşinqtondan Əzizə Görüşzadə, Amerikanın səsi.